bir məqam deyim sizə. Buyurun. Məsələn, liftə minirik. Qız xanəndədir, ola bilərdi. Axı, görürsən ki, yaşlı adam minib səninlə bir yerdə liftə. Hə? Bu düzgündürmü ki, ya? Başlayırsan oxumağa. Liftdə. Liftdə. Və deyirsən ona ki, ay qızım, bura liftdir. Oxunan yerlər var. Ged orada oxu. Tutalım tanımır məni. Lap yaxşı. Tanıdı, tanımadı. Liftdə oxuyarlarmı? Və yaxud da yaşlı adamın yanında oxuyarlarmı? Deyirsən ona, belə elə baxır ki, elə bil ki, mən neynəmişəm ki? Dərd burasıdır ki, özü öz səhvini başa düşmür. Bax, indiki gənclərin çoxsunun xasiyyəti budur. Bu bir faciə deyil. Səhvsiz insan yoxdur. İstəyir uşaq, istəyir cavan, qoca, səhv olur, həmişə olur. Demək lazımdır, ay tələbə, belə döyür, belədir. Qoy acığı gəlsin, qoy mısmırığını sallatsın. Ancaq ona demək lazımdır. Deməsən o səhvi səhəri təkrarlayacaq. Daha artığını Daha edəcək. artığını eləyəcək. Sənətdə də belədir. Amma bir iş var. Deyəndə pis olursan. O dəqiqə damğa vururlar. Mən hiss eləyirəm də. Deyirlər ki, yaşlanıb bəlkə də artıq, bəlkə də qısqanclıq eləyir. Bəlkə də baxıllıq eləyir. Ona görə yanırsan, yaxılırsan. Fikirləşirsən, deyim, deməyim. Ona görə saxlayırsan içində. Bıçaq boğaza dirənəndə artıq deyirsən. Deyirsən, əşi, acığı gəlir, gəlsin, gəlmir.